Deyirəm gərək çalışasan ki, problemin olmasın. Problemli adam heç kəsə lazım deyil. Ən yaxın dostların belə səndən bezəcək. Bezəcəklər ona görə ki, sənin o şikayətlərin, narazılıqların, negativ fikirlərin dostlarını, doğmalarını yoracaq. Hamı çalışacaq ki, səndən uzaq dursunlar. Hətta bəziləri səndən üz döndərəcək. Burada dostlar, doğmalar yox, məhz sən özün günahkarsan. Günahkarsan ona görə ki, gərək dostlarına, doğmalarına bunları yaşatmayasan. İnsanlar problemli adamdan qaçırlar. Hər kəs problemsiz və xoşbəxt adamın yanında olmaq istəyir. Arzu edirəm, heç zaman probleminiz olmasın.